Bəzi adamlar var, ibadətə qapılıb. Hasan baxsan, ay bala, yemək yediyi orucam. Dodaqlar quruyub, ancaq namaz, oruc, namaz, oruc. Hansısa bir ictimai məsuliyyət yaddan çıxıb. Bir nəfər elə abid var idi Bəni İsraildə, ibadət elirdi. Səhərdən axşamacan namaz qılırdı. 2-3 nəfər uşaq bir toyuğu yolur, əziyyət verir. Bu namaz qılır, saxlamır namazını. Hədis deyə bunu imamlar danışıb. Deyir, yer aralandı, bu girdi yerin içinə, Allah qəzəb elədi ona. Və deyir, o vaxtdan bu vaxtacan qəzəbi arta-arta gedir. Bir var, azala-azala gedir, arta-arta gedir. Deyərsən, bir dənə toyuğun yolunmasına bu gecə gündüz ibadət eləyən abid əzaba düçar oldu. Bir söz, bir tərəfin inkişaf elətdirib, əsas hiss var ki, ibadət adamı mərhəmətə çatdırmalıdır. Deməli, bunun ibadəti havaya gedib. Bir ibadət ki, canlıya qarşı mərhəmətə çatdıra bilmir səni, deməli o ibadət deyil. Bir dənə quşa qarşı bu biganəlik göstəricidir ki, bu kimdir, nəçidir və bunun ibadəti əksinə bunun təkəbbürünün, rəzilliklərinin artmasına səbəb olur.